Allahın salamı olsun hidayətə tabi olanları. Əziz müsəlmanlar, gözəl dostlar, Allahın firqəsindən olmaq istəyən, nicat tapmaq istəyən ilk növbədə, yəni bunun üçün cihad edərək malı ilə, canı ilə və Allahın məmnuniyyətini qazananlar içərisində yaxşılıq uğrunda yarışa-yarışa cənnəti qazanmaq istəyənlər bilirlər ki, Allahımız bizə hər şeyi bildirib. Nə lazım idi bildirib. Bizə lazım olanları bildirib. Bu, sonuncu Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləm tərəfindən qiyamət gününə qədər əhəmiyyət kəsb edən kitab, ilahi kitab, Qurandır. Quranda bildirilir. Allahımızın əmrləri, öğüt nəsihəti, hökmləri, yəni biz halalı haramdan, yaxşını pisdən ancaq haqqı bilməklə ayıra bilərik. Ona görə də nicat tapmaq üçün haqqı üst tutmalıyıq. Haqq Allah Ənfal surəsi, Əl-Ənfal surəsi 8-ci surənin Azərbaycanca tərcüməsi qənimətdir. Qənimət surəsinin 1-ci ayəsindən nə buyurur? 2-ci, 3-cü, 4-cü ayələrdə oxuyacağım. Bir yerdə zikr edəcək Allahı gözəl-gözəl, inşallah, şükür Allah'a. Ya Allah. Allaha və onun Peyğəmbərinə itaət edin. Möminlər yalnız o kəslərdir ki, yəni nicat tapanlar, bayaqdan dediklərimi hamı bilir, bunu da bilməlidirlər. Yayın haqqı. Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə onun heybət və əzəmətindən ürəkləri qorxudan titrəyər. Yəni, Allahımız hər şeydən böyükdür. Onun əzəməti bizim bildiyimiz qədər olan, yəni bildiyimiz, bilmədiyimiz çox şeylər var. Dünya, kainatın əsrarəncsizliyi və həmçinin cəhənnəmin, cənnətin mənasını hamı bilir, təsəvvür də eləyir. Onun heybət və əzəmətindən ürəkləri qorxudan titrəyər. Əbədi olan cəhənnəmdən ürəkləri qorxudan titrəyər. Allahın adı çəkiləndə möminlər o kəslərdir ki, onun heybət və əzəmətindən ürəkləri qorxudan titrəyər. Məndə də bayaq bu oldu, düşünəndə olur. Allahımız buyurur ki, Quranı düşünə oxuyun. Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar. Şükür Allah, məndə də belədir. Onlar ancaq öz Rəbbinə təvəkkül edər. Yalnız Allah'a güvənir. Vaxtlı vaxtında lazımınca namaz qılar. Yalnız Allah'a güvənirəm deyən mən Sevinç Nəsrova ayəni öz sözlərimi qatmadan oxuyum, təsirlənirəm yəni. Düşünəndə özümə götürmək istəyirəm. Məndə varmı bu xüsusiyyət, ya yox? Ağıl işlətmək deyirlər buna. Ağıl işlətmək, araşdırmaq, 4 şeydən ibarətdir. Araşdırmaq, sorğulamaq, müqayisə etmək və mühakimə etmək. Mən müqayisə etdim. Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə
Ürəkləri qorxudan titrəyər onun heybət və əzəmətindən. Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar. Onlar ancaq öz Rəbbinə təvəkkül edər. Vaxtlı-vaxtında lazımınca namaz qılar və verdiyimiz ruzidən Allah yolunda sərf edərlər. Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları qiyamət günü bağışlanmaq və cənnətdə tükənməz, gözəl, minnətsiz ruzi gözləyir. 3-cü, 4-cü ayəni bir də oxuyum. Vaxtlı-vaxtında onlar namaz qılar. Namaz qılırsınızmı? Allahın Quranda bir neçə dəfə, çox sayda buyurduğu namaz qılın əmrini sayırsınızmı? Yerinə yetirirsinizmi? Namaz qılmağa hələ bacarmıram demək özünü şeytana satmaqdır. Bacarmırsan düzünü dedin. Ay kəs, ay filan kəs, ay hər kəs, ay namaz qılmayan kəs. Namaz qılmağı dilədinmi? Allah deyir, israrla diləyin. Allah diləyənə verər. Bacarmıram, bilmirəm, eləmirəm, özünü stopda qoymaqdır. Allah deyir, yaxşılıq uğrunda yarış. İsrarla istəyin Allahdan, Allah qismət edəcək. Necə ki, mən hicab bağladığım vaxtda, sonra Nur surəsi 60-a əsasən açmışam. Yaşlı qadınlar aça bilər hicabını. Hicaba keçmək istəyirdim, amma bir ay tərəddüd içində ağlaya-ağlaya qaldım. İstəyirdim, eləyəmirdim, keçəmirdim. Ürəyimdə deyirdim, Allahım, nə olar, mən də bağlayayım. Hey, soruşurdum hicablılardan, çətindirmi, çətindirmi? Birdən-birə bir anın içində getdim mağazinə, bir ay ərzində istəyimin hasil olması, yəni hasilə çatması, yəni həyata keçməsinə indi də sevinirəm. Bir neçə il hicab bağladım 50 yaşıma qədər. O gənc yaşlarında, yetkinlik yaşımda elə bağladım. Yetkinlik yaşında bağlamaq lazımdır, həddi buluqda yox. Uşaqlara bağlamaq lazım deyil hicabı. Və hicab necə bağlanırsa, deyirəm ki, hələ onu deyim, hicabı bir an içində getdim mağazinə, bağladım və heç vaxt ürəyimdən keçmədi ki, bunu açım, çətindir. Hər çətinliyi Allah istədiyim üçün, dilədiyim üçün mənə asan elədi. Və hicab haqqında onu deyə bilərəm ki, namazdan hicaba keçdim, amma vacibdir deyim. Hicab bağlayın dedikdə Allahımız. Bu barədə video çəkərəm, eyb yox. İndi bağlanan hicablar kimi deyil hicab. Əsl hicab barədə araşdıraraq, sorğulayaraq Qurandan, mənbə Qurandır, dinimizin qaynağı, mühakimə edərək, yəni ki, ətrafı və müqayisə edərək, yəni Allahın ayələrinə uyğun gəlir ya yox, o Nur surəsi 31-ci ayəni paylaşacağım. İndiki bağlanılan mənə bir söz deyirlər, dolma kimi fikirmisən deyirlər ola. Elə deyil hicab. İnşallah paylaşacağım gələn dəfə, inşallah, amin, inşallah. Facebook səhifəmdə var, burada da edərəm. Niyə etməyim ki? Adam haqqı yaymalıdır. Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, yəni onun heybət və əzəmətindən. Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar. Onlar ancaq öz Rəbbinə təvəkkül edər. Vaxtlı-vaxtında lazımınca namaz qılar və verdiyimiz ruzidən
Allahımız buyurur ki, Allah yolunda sərf edərlər. Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları qiyamət günü bağışlanma və cənnətdə tükənməz, gözəl, minnətsiz ruzi gözləyir. Cənnətdə ürəyiniz istəyən hər bir şey olacaqdır, deyə Allahımız bildirib. Bəs namaz qılın əmrini yerinə yetirməyənlər düşünmürlər ki, Adəm Peyğəmbəri və Həvvanı, onun yoldaşını, həyat yoldaşını cənnətdən niyə qovdu Allah? Niyə? Onlar çətinliklərə məruz qaldılar. Bir neçə il tövbə edib, yəni əzab çəkdilər, göz yaşı tökdülər, tövbə edib, yenə də cənnətə döndülər. Niyə görə? Niyə görə qovuldular? Orada Allaha qarşı getdilər, asi oldular Allaha. Niyə? Şeytana uydular. Bəs şeytan niyə qovuldu cənnətdən? O da Allahın bir əmrini yerinə yetirmədi. Hansı ki, Allaha hörmət olaraq Adəm Peyğəmbərə səcdə etmək əmrini yerinə yetirmədilər. Bəs gündə 5 dəfə Allah bizi namaza çağırır. Gündə 5 dəfə Allaha yox demək sizi cənnətə aparacaqmı? Ayılın ey insanlar, ayılın. Bacarmıram, qismət olmur deməyin. Alın yazısı yoxdur. İsrarla istəyin Allahdan, diləyin Allahdan. O gözəl Allahdan. Qismət nədir? Qismət öz iradəmizlə tərcih etdiyimizdir, üstün tutduğumuzdur. Allah qismətinizi gözəl eləsin. İradə verib, ağıl verib, hər şey bildirib Allah. Onda seçim özümüzdür. Mən duamı elədim. Siz də özünüz üçün diləməsəniz, çətin ki, cənnətin gözəlliyini görə bilərsiniz. Hələlik Allah'a amandır.